bürcü 23 may 2026-cı il. Qətiyyətli və sürətli hərəkət etməyə hazır olun. Bu gün çox uğurlu görünür və bütün vacib məsələləri həll etmək, uzun müddətdir qarşıya qoyduğunuz məqsədlərə çatmaq üçün yaranmış əlverişli imkanı qaçırmaq heyif olardı. Nikbinliyini və öz gücünüzə inamınız həmkarların bacarmadığı iş tapşırıqlarının öhdəsindən gəlməyə kömək edəcək. Bundan əlavə, bu xüsusiyyətlər sizi ətrafdakılar üçün xüsusilə cəlb edici edəcək. Bir çox insan sizinlə daha yaxından tanış olmaq, nəsə təklif etmək və ya dəyərli məlumat paylaşmaq istəyəcək. Buğa bürcü 23 may 2026-cı il. Bugün böyük qələbələr və ciddi dəyişikliklər gözləməyə dəyməz. Amma buna baxmayaraq gün pis keçməyəcək və bir çox buğalara hər şeyin məhz lazım olduğu kimi getdiyinə dair inam verəcək. Müsbət tendensiyaların təsiri xüsusilə iş sahəsində hiss olunacaq. Diqqət tələb edən tapşırıqların həllindən sizi yayındıracaq hər şeyin olması çətin görünür. Bütün işlərə eyni dərəcədə ciddi məsuliyyətli yanaşacaqsınız. Buna görə də heç nə diqqətinizdən yayınmayacaq. Hətta kiçik səhvlərə belə yol verməyəcəksiniz. Əkizlər bürcü 23 may 2026-cı il. Bugün qətiyyən etməməli olduğunuz şey başqalarının sizin problemlərinizi həll edəcəyini və həyatınızda baş verənlərə görə məsuliyyəti öz üzərinizə götürəcəyini gözləməkdir. İşlərdə təşəbbüs göstərmək, vacib addımlar atmaq üçün uyğun zamandır. İntuisiyanıza qulaq asın. Necə hərəkət etməli olduğunuzu məhz o göstərəcək. İşdə uğur qazanacaq əkizlər başqalarının nümunəsini izləmək əvəzinə məqsədə öz yolları ilə gedənlər olacaq. Qeyri-standart həllər təklif edin, yeni müttəfiqlərlə birgə fəaliyyətlər barədə razılığa gəlin, yeni sahələri öyrənin, bütün bunlar üçün əla gündür. Xərçəng bürcü 23 may 2026-cı il. Bu gün uğur qazanmaq üçün israr göstərmək lazımdır. Bu xüsusilə iş sahəsinə aiddir. Nəsə alınmasa, tez təslim olmayın. Lazım olan nəticəni əldə etmək üçün bir necə cəhd etməyə hazır olun. Səhər çətin tapşırıqlar gətirə bilər. Üstəlik həmkarlar onların həllində kömək etməyəcək. Rəhbərlik isə dərhal nəticə tələb edəcək. Belə anlarda sakit qalmaq çətin olur. Amma buna nail olsanız, çox keçmədən vəziyyət yaxşılığa doğru dəyişmək yolunu tapacaqsınız. Müqavimətə və uğursuz təsadüflərə baxmayaraq irəliləməyə davam edənlər İş gününün sonunda gözlədiklərindən daha çox nailiyyət əldə etdiklərini görəcəklər. Şir bürcü 23 may 2026-cı il. Diplomatik bacarıqlarınızı işə salmağa hazır olun. Sizi çətin danışıqlar aparmaq, küslü insanları barışdırmaq, əlaqə qurmağa həvəssiz olanlarla münasibətləri düzəltmək gözləyir. İş, biznes və karyera məsələlərində bəxtə çox güvənməyin. Uğur mümkündür, amma bunun üçün müttəfiqləri diqqətlə seçmək və hər addımı düşünmək lazım olacaq. Yalnız etibarlılığını dəfələrlə sübut etmiş insanlara inanmağa dəyər. Bugün yeni həmkarların sədaqətini yoxlamaq və yaxşı tanımadığınız insanlara arxalamaq üçün uyğun deyil. Qız bürcü 23 may 2026-cı il. Ehtiyatlı davransanız gün pis keçməyəcək. Əgər vacib bir məsələ ilə məşğulsunuzsa unutmayın ki, planlaşdırma və diqqətli hazırlıq lazım olan nəticəni əldə etmə şansını xeyli artırır. Amma improvizələr və ani qərarlar çətin ki, uğurlu olsun. Məlumatla işləmək bacarığı çox vacib olacaq. Onu toplamaq, təhlil etmək, yoxlamaq və əsas məqamları seçmək lazımdır. Bugün məlumat çatışmazlığı ən gözlənilməz anda ciddi problemlərə səbəb ola bilər. Detalları öyrənməyə vaxt ayırın. Sizə aydın olmayan məsələləri dəqiqləşdirin və yalnız bundan sonra irəliləyin. Bu yanaşma sonradan uzun müddət düzəltməli olacağınız səhvlərdən sizi qoruyacaq. Tərəzi bürcü 23 may 2026-cı il. Çətin ki, gün xoşagəlməz sürprizlərsiz keçsin. Amma narahat olmağa, xüsusilə panikaya düşməyə ehtiyac yoxdur. Vəziyyətin öhdəsindən gəlmək üçün kifayət qədər enerjiniz, biliyiniz və sağlam düşüncəniz var. Çeviklik və ixtiraçılıq isə baş verənlərdən fayda çıxarmağa kömək edəcək. İşdə hər şey plan üzrə getməyəcək. Köhnə razılaşmalara yenidən baxmaq lazım gələcək. Tərəfdaşlar ən uyğun olmayan anda sizi yarı yolda qoya bilər. Adi iş ritmi isə görünən səbəb olmadan pozula bilər. Narazılığa və günahkar axtarmağa enerji sərf etməyin. Bu, yalnız vaxt aparacaq və heç bir fayda verməyəcək. Nəzarət edə bildiyiniz məsələlərə diqqət yetirin və birbaşa yol bağlandıqda alternativ yollar axtarın. Əqrəb bürcü 23 may 2026-cı il. Nə baş verməsindən asılı olmayaraq soyuqqanlığınızı qoruyun. Hər şey istədiyiniz kimi alınmayacaq, amma vəziyyəti sakit və obyektiv qiymətləndirsəniz başqalarının heç ağlına belə gəlməyən imkanları görəcəksiniz. Ətrafdakılar əsəbləşə, tələsə bilər, amma siz bu vəziyyətdə heç yerə tələsməməli və düşünülmüş qərarlar verməlisiniz. İşdə qeyri-müəyyən vəziyyətlər yarana bilər və edə biləcəyiniz ən pis şey baş verənləri qiymətləndirmədən emosional reaksiya verməkdir. Xırda detalları gözdən qaçırmamağa, ilk baxışda görünməyən məqamları hiss etməyə çalışın. Məhz bu yolla köhnə rəqibləriniz üzərində üstünlük qazana biləcəksiniz.
Ox atan bürcü 23 may 2026-cı il. Ulduzların dəstəyindən istifadə edin və çoxdan düşündüyünüz işi həyata keçirin. Bugün bir çox şey uğurla alınacaq. Buna vacib məqsədlərə çatmaq üçün dəyərləndirmək lazımdır. İşdə uğurlar mümkündür. Əvvəllər çətin görünən tapşırıqlar gözlənilmədən tez həll olunacaq. Bunun səbəbi isə sizin onlara yaradıcı yanaşmanız, başqalarının ağlına gəlməyəcəyi üsullardan istifadə etməniz olacaq. Bəzi ox atanlar planlaşdırdıqlarından da artıq nəticə əldə edəcəklər və bu bürc nümayəndələrindən fövqəladə səy tələb etməyəcək. Oğlaq bürcü 23 may 2026-cı il. Əgər gün çətin görünsə, ruhdan düşməyə tələsməyin. Uzun müddətli diqqət tələb edən məsələləri həll etmək, köhnə səhvləri düzəltmək və həyatınızda yaxşılığa doğru dəyişikliklərə başlamaq imkanı olacaq. İşdə səbir və detallara diqqət vacib olacaq. Əvvəllər sizi daim dəstəkləyən insanlar bugün daha tənqidi yanaşa bilərlər. Onların iradlarını diqqətlə dinləməyə çalışın. Ola bilsin ki, həmin fikirlərdə sağlam məntiq tapacaqsınız. Əgər işgüzar münasibətlər həmişəkindən daha gərgin alınsa, bunun səbəbini aydınlaşdırmağa çalışın. Böyük ehtimalla məsələ kiminsə qəsdən yaydığı şayə və dedikodudadır. Belə hallarda söhbətlərin səngiməsini gözləmək yox, vəziyyəti mümkün qədər tez aydınlaşdırmaq vacibdir. Dolça bürcü 23 may 2026-cı il. Elə səhərdən ciddi əhval-ruhiyyəyə köklənin. Sizi böyük işlər gözləyir. Vacib olan heç nəyə qaçırmamaq, başladığınız hər işdə ən yaxşı nəticəni əldə etməyə çalışmaq lazımdır. Bir neçə mürəkkəb məsələ sizin qərarınızı tələb edəcək və əvvəlcə bunların öhdəsindən tək gəlməli olacağınızı düşünə bilərsiniz. Amma bu tam belə deyil. Bəli, köhnə tərəfdaşlardan bəziləri öz problemləri ilə məşğul olacaq. Kimlərsə isə sadəcə kömək etmək istəməyəcək. Amma siz tez bir zamanda qayğılarınızın böyük hissəsini öz üzərinizə götürməyə hazır olan yeni müttəfiqlər tapacaqsınız. Hətta onlarla qarşılıqlı faydalı olacaq uzun müddətli əməkdaşlıq belə razılığa gəlməyinizdə mümkündür. Balıqlar bürcü 23 may 2026-cı il. Nə özünüz tələsin, nə də başqalarını tələsdirin. Hadisələrin öz axarı ilə inkişaf etməsinə imkan versəniz, ağıllı tempdə hərəkət etsəniz, gün sizə çoxlu maraqlı şeylər gətirəcək. Bugün bir çox balıqlar işlə bağlı vacib qərarlar qəbul etməli olacaq. Belə hallarda mümkün qədər çox məlumat toplamaq, onu araşdırmaq, düşünmək üçün özünüzə kifayət qədər vaxt vermək lazımdır. Lazımə hazırlıq olmadan atılan addım səhv ola bilər və onu düzəltmək üçün vaxt aparar. Yeni bir işə başlamazdan əvvəl hər şeyi yaxşı ölçüb biçdiyinizə əmin olun. Heç olmasa ümumi və təxmini bir plan qurun və ona əməl etməyə çalışın.